Gəldik çıxdıq blur mövzusunda növbəti üçlüyə. Başlayaq birinci radial blurla. Bizim sabit belə bir maşınımız var və istəyərdim ki, bunu biz hərəkətə gətirək. Obyektimiz təbii ki, statik qalacaq. Biz arxa planı hərəkətə gətirməklə auditoriyaya bu mesajı, bu təəssüratı ötürmüş olaraq. Layerin duplikatını çıxardaq, Ctrl+C, nəsə alınmasa rahat geri qayıda bilək deyə. Filter, blur və radial blur. Normalda əgər siz heç bir şeyi dəyişməmisinizsə, ilk dəfə də bura girirsə, təxminən belə bir görüntü olacaq. Uzaqbaşı bəlkə filtr miqdarı, daha doğrusu, filtrin tətbiq miqdarı, təsir miqdarı daha az olar. Və biz əgər OK eləsək, belə bir baş gicələndirən bir görüntü alınacaq. Biz bunu istəmirik. Amma məsələn bu filtrin bu parametrindən hansısa bir qalaktik fırlanma mövzusunda bəlkə istifadə edə bilərsiniz. Amma bizə isə belə fırlanmaq yox, dərinə doğru hərəkətlilik lazımdır. O zaman blurdakı, daha doğrusu radial blurdakı ikinci rejim olan zoom rejimini seçə bilərik. OK eləsək və görürük ki, artıq sanki istədiyimizi ala bildik. Artıq yəni kamera önə və ya geriyə doğru hərəkət elədiyinə görə fokus hardasa buralarda bir yerdə qalır və ona görə də digər hissələr hərəkətdə olur. Amma mən bütün hər şeyin bu şəkildə fokusdan itməyini istəməzdim. Obyektimizi sabit saxlayaq. Bir də bu, yəni Formula 1 yarışı deyil də. Yəni maşının ətrafını bu dərəcədə biz fokusdan itirməyək. Bluru bu qədər çox vermək istəməzdim. Geri qayıdaq Ctrl+Z-lə. Bizə fondan ayırmaq lazımdır obyektimizi. Ona görə götürək Object Selection toolu və çox da elə ideal olmadan ki, əslində kifayət qədər səliqəli seçim olubdur. Mask eləyək, yəni bizim əlimizin altında fondan ayrılmış bir foto var. Bir də, daha doğrusu maşın var. Bir də orijinal fotomuz. Və indi mən buna həmin effekti verim. Yenə də duplikatını çıxardaq. Filter, blur, radial blur. Əmin olaq ki, zoom rejimindəyik. Belə açıq-aşkar hiss olunan belə görməmişcəsinə blur vermək istəmirəm. Burada isə onun keyfiyyətidir. Yəni nə qədər kiçik aşağı keyfiyyətli olsa, həmin blurda nöqtələrin sayı hiss olunacaq. Yəni mən bu noisy görüntünü istəmirəmsə, o zaman bəlkə də keyfiyyəti daha yaxşıya qaldıra bilərəm. Uzaqbaşı biraz effektin tətbiq müddəti uzanmış olar. OK eləyək və baxaq nəticəyə. Pis deyil, yaxşıdır və obyektimizi, yəni maşınımızı da aktivləşdirdiyimiz anda istədiyim o görüntünü təxminən əldə eləmiş oldum. Gəlin duplikatını çıxardaq. Bu dəfə də başqa bir nümunədə effekti biraz daha az eləyək. Bir də orada mərkəz nöqtə var. Ona da baxaq. Radial blura yenə girdim. Miqdarını eləyək, nə qədər eləyək? Eləyək 15 piksel. Biz bu mərkəz nöqtənin yerini dəyişə bilərik. Yəni perspektiv, yəni xəttlərin, paralel xəttlərin gedib kəsişdiyi bir nöqtə var. Hardadırsa onu ora qoymaq lazımdır. Onsuz da məndə elə təxminən fotonun mərkəzindən belə vertikal və şaquli, üfüqi və şaquli istiqamətdə xəttlər çəksəm, elə gedib bir nöqtədə fotonun düz mərkəzindən birləşir. Bəlkə biraz aşağıda. Ona görə mən bu kəsişmə nöqtəsini bəlkə biraz aşağı keçirərəm. Sadəcə göz ayarı təyin oluna biləcək bir parametrdir. OK verdim anda isə əvvəlkindən fərqli olaraq əvvəl daha çox hərəkət edirdi. İndi isə biraz daha realistik görünür. Uzaqbaşı burada nə etmək olar? Obyektin bəlkə mənə doğru hissəsini biraz maskalayıb, yəni gəlin baxaq. Obyektin bizə yaxın hissəsini bəlkə fokusda saxlayıb, digər hissələrini, arxa planı isə fokusdan itirə bilərik, amma biraz da realistik görünmədi. Ona heç bu effektə də ehtiyac yoxdur. Sadəcə bir eksperiment yoxladıq və əmin olduq ki, əslində bu şəkildə elə də pis deyil. Maşın mövzusu və blur mövzusunu davam eləyək və keçək bu dəfə də yan tərəfdən görünüşə. Düz burada bizim içəridə deyəsən sürücü var idi, işıq effektləri ilə görünmür. Burada isə avtopilotda gedən bir maşın olacaq, BMW olacaq. Baxaq görək bunu necə hərəkətə gətirə bilərik. Deməli belə, hərəkətə gəlsə bu qeyb deyəcək park olunmuş, əzilmiş deyəsən bu nə maşındır belə, maşının arxasından, amma eybi yoxdur. Sanki o da hərəkət edir. Başlayaq. Park olunmuş ərazidən maşını yavaş-yavaş hərəkət elətdirmək lazımdır. Yenə də eyni birinci halda olduğu kimi obyekti seçməyə lazım gələcək. Ctrl+C, duplikatını çıxardırıq layerin, amma seçilmiş ərazinin duplikatı çıxdığına görə bizim maşınımız düz səliqəsiz oldu, amma heç bir fərqi yoxdur, çünki onsuz da detallar görünmür. Fona hərəkət verməyə lazım gələcək, yenə də duplikatını çıxardırıq. Maşını hələlik söndürək. Filter, blur və motion blur, hərəkət bluru. 2-3 parametrdən ibarət yenə Gauss blurunu xatırladan, yəni sadəlikdə bir filtrdir. İstiqamət, hərəkət istiqamətini təyin etmək olar. Məsələn, yuxarı doğru, nə bilim, aşağı doğru və s. Yəni shift'i basıb saxlayıb ideal paralel hala gətirə bilərəm.
Bu yenə kosmik sürətlə uçmasın, bizə azca hərəkətlilik lazımdır. Hətta bəlkə bu hərəkətliliyi daha az eləyə bilərəm. Əsas o da hiss olunsun ki, arxa tərəfdə biraz dinamika var. Tutaq ki, olsun 16 piksel. Preview-nu söndürüb yandırıb da dəyişikliyi görə bilərik. Okeylədim və ön planda daha qabaqcadan təyin etdiyim maşını da bu şəkildə bura gətirdim. Yəni sanki maşınım var, arxa plan hərəkətdədir. Parallaks effektidir bu. Bizdən uzaq obyektlər daha az, belə deyə, hərəkət eləməlidir. Yaxın obyektlər daha çox. Əslində realizmi almaq üçün bəlkə də hər yerə eyni dərəcədə deyil, bir balaca seçib tutaq ki, ön plana fərqli blur, arxa plana daha başqa bir blur effekti vermək lazımdır. Amma biz sadəcə işin mahiyyətini öyrənirik. Maşın sanki hərəkət edir, güya ki hərəkət edir. Arxa plandakı bu təəssüratın hesabına, amma təkər fırlanmır ki, amma bu təkərləri də fırladaq. Təkərlər içində artıq filtrdəki bugünkü blur filtrlərindəki 3-cü mövzuya getib çıxırıq. Maşın seçilidir, filtr, blur gəlirik və spin blur. Nisbətən bu blur filtrlərin içərisində gənc filtrlərdən biri. Avtomatik biraz bizə nəyi xatırladır? Xatırladır elə field bluru. Əslində elə bu qaleriyanın içindəki blurlar hamısı görürsünüz, əslində eyni pəncərədən idarə olunur. Birindən o birisini sadəcə çəkmə ekran keçmək də mümkündür. Yaxınlaşdıraq biraz. Biz bu pini aparırıq, atırıq maşının təkərinə. Biz bu blurlanma radiusunu azaldırıq. Eyni qaydada tutaq ki, hər iki tərəfdən azaldaq. Bizə təxminən yaxınlaşdırıb baxaq. Bizə təxminən maşının təkərini əhatə eləyəcək dərəcədə bu dairəni, bu ellipsi yerləşdirmək lazımdır. Çox belə aşırı şəkildə fırlatsaq daha sürətli gedəcək. Daha az olduğu təqdirdə isə biraz daha az olacaq. Əsas odur ki, statik deyil və eyni qaydada bir dənəsində bu mərkəzə tıklayaq və radiusu gətirək bura, radiusu gətirək bura. Maşın hərəkətdədir, hər ikisi təxminən eyni miqdarda bizim bu diskləri fırladır. Okeyləsək və belə bir görüntü əldə eləmiş olarıq. Hər ikisini bizim layerləri qruplaşdırıb bir müqayisə eləyək. Görə əvvəlkindən fərqli olaraq doğrudan da maşının hərəkət etdiyinə inanırıqmı? Bu əvvəl həm fon sabit idi, həm də təkər hərəkət eləmirdi. İndi isə bizdə həm təkərlər fırlanır, həm də fonda dinamika var. Belə iki filtr tətbiq etməklə sanki biraz göz yanıltmış olduq. Auditoriya ən azından az da olsa indi bunun hərəkət elədiyinə inanacaq. Əvvəl, indi, əvvəl, indi. Photoshop'un əslində bizə təklif elədiyi bu iki filtr qruplarının altında kifayət qədər variantlar var, hansı ki yerinə görə foto manipulyasiyada bunlar da aktiv istifadə olunur. Amma bazı şəkildə bir dizaynerin gündəlik iş prinsipində, iş prosesində tətbiq etməli olduğu əsas bu 6 varianta baxdıq. İrəlidə YouTube dərslərimizdə və ya sistemli qrafik dizayn dərslərimizdə digərlərini də üzərindən keçərik. Blur mövzusunda hələlik ki bu qədər. Praktikadan keçirin, sınaqdan keçirin. Maşın və ya qeyri-maşın fərqi yoxdur mövzusunda sadə manipulyasiyalar etməyə çalışın. Növbəti dərsdə görüşərik.